Yer kürəsi, Güneş sistemində üzərində həyat olan yeganə planetdir. Planet müxtəlif növ bitki və heyvanlar aləmi ilə zəngindir. Bu, qədim dövrlərdə ovçuluq və yığıcılıqla məşğul olmuş insan nəsli üçün olduqca vacib şərt idi. Onlar yeməli bitki növləri ilə qidalanır, heyvanları ovlayırdılar. Azərbaycanın ərazisi qədim insanların yaşaması üçün əlverişli şəraitə malik idi. Bitki və heyvanlar aləmi ilə yanaşı, şirin sulu çayların və təbii mağaraların olması qədim insanların burada məskunlaşmasına imkan vermişdi. İlk insanlar Afrika materikindən dünyaya yayılmışlar. Sonrakı dövrlərdə köçlər davam etmiş, insanlar daha geniş ərazilərdə məskunlaşmışlar. Müxtəlif hadisələr insanları yaşayış üçün daha əlverişli yerlər axtarmağa məcbur etmişdi. İnsanların köç etməsinin əsas səbəbləri iqlim dəyişiklikləri, təbii fəlakətlər və müharibələr olmuşdu. İqlim dəyişikliklərinə buzlaşma və istiləşmə aiddir. Təbii fəlakətlərə quraqlıq, zəlzələ, sel və daşqınlar daxildir. Müharibələr də insanların yaşadıkları əraziləri tərk etməsinə səbəb olmuşdu. Bəzi xalqlar isə güclü rəqiblərindən müdafiə olunmaq üçün dağlıq ərazilərdə, əlçatmaz yerlərdə məskunlaşmağa məcbur olmuşlar. Onlar sıldırım qayalıqlarda qalalar tikmiş, sadə quraraq müdafiə olunmağa çalışmışlar. İnsanlar əkinçilik və maldarlıqla, sənətkarlıqla məşğul olmağa başlayandan sonra yaşadıkları ərazilərə daha çox bağlanmışlar. Oturaq həyata keçən insanlar qida əldə etdikləri əkin sahələrini, mal-qaranı və sənətkarlıq mərkəzlərini qorumağa başlamışlar. Bunun üçün bir-birinə qohum olan nəsillər tayfalarda birləşmiş, tayfa ittifaqları yaratmışlar. Nəticədə ortaq dəyərlər, adət-ənənələr meydana gəlmişdi. İnsanlar yaşadıkları əraziləri çiyin-çiyinə qorumuşlar. Bu ərazilər uğrunda aparılan müharibələrdə ata-babalarının canı qanı bahasına qorunan torpaqlar insanlar üçün müqəddəs olmuşdu. Beləliklə, vətən anlayışı meydana gəlmişdi. Tarixi Azərbaycan torpaqları indiki Azərbaycan Respublikasının ərazisindən genişdir. Şimalda Dərbənddən cənubda Zəncana və Həmədana, qərbdə İrəvandan, şərqdə Xəzər dənizinə qədər əraziləri əhatə edir. Şimal tərəfdə Böyük Qafqaz sıra dağları, cənub tərəfdə isə Kiçik Qafqaz dağları uzanır. Bu dağ silsilələri ölkəmizin iqlim müxtəlifliyində mühüm rol oynayır. Böyük Qafqaz sıra dağları soyuq şimal küləklərinin qarşısını alır. Yasaqlı dağ olan Kiçik Qafqaz sıra dağları isə gözəl və rəngarəng təbiəti ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi və təbii sərvətlərlə zəngin olması ölkəmizi tarix boyu diqqət mərkəzində saxlamışdı. Qədim İpək yolunun üzərində yerləşməsi Azərbaycan torpaqlarının daim xarici işğalçıların diqqətini cəlb etməsinə səbəb olmuşdu. Bu fakt hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət qoyur. Biz daim təhlükələrə hazır olmalı, vətənimizi sevməli və onu qorumalıyıq.